Bismillahirrahmanirrahim. Değerli izləyicilər, cümə gününüz mübarək olsun. Bugünkü mövzumuzda uşaqlara nəyi öyrətmək, nəyi əmr etmək olar, onun haqqında danışacağıq. Quran-ı-Kərim Taha surəsi 132-ci ayədə buyurur ki, ev əhlinə, evdə olanlara, uşaqlara, ailə üzvlərinə namaz qılmağı əmr edin və özünüz də buna səbirlə rəayət eləyin. Biz səndən ruzi tələb etmirik. Biz özümüz ruzi verəcəyik sənə. Həqiqətən gözəl aqibət təqva sahiblərinə aiddir. Yəni, gözəl aqibət təqva sahiblərinə aiddir dedikdə, kamilləşmənin, yüksəlişin bünövrəsində dini ayinlərin icrasının durduğunu ispat edir. Çox təəssüflər olsun ki, bu günləri cəmiyyətə belə bir fikir aşlanır ki, uşaqlar dini ayinlərə məcbur edilə bilməz. Yəni, valideyn çox gözəl bilir ki, öz evladına nəyi öyrətmək lazımdır. Bu günləri bu qanunun müzakirəsi insanların beyninə yeribilməkdədir və insanlara bunu təhtə şuur səviyyəsində qəbul etdirməyə çalışırlar. Yəni, bu qanun ona gətirib çıxardır ki, biz cəmiyyətin özəlini təşkil edən evladlarımızı dinsizləşdirək, dindən uzaqlaşdıraq. Dini olmayan, etiqadı olmayan bir cəmiyyəti kölə vəziyyətinə salmaq, müstəmləkə altına almaq, sərvətlərini talan eləmək, əxlaqsız bir cəmiyyətə çevirmək çox rahatdır. Bu bir daha onu göstərir ki, dünyanı istismar etməyə çalışan böyük güclər, böyük islamofoblar dinimizi bu formatda əlimizdən almağa çalışırlar. Baxın, dəyərli izləyicilər, bu qanunu cəmiyyət üçün aydınlaşdıran, adiləşdirməyə çalışanlar kimlərdir? Həmən o media qurumları, media mənsublarıdır ki, dünənə qədər İsrailin tökdüyü qanlara, öldürdüyü uşaqlara, qadınlara, günahsız insanların zülmünə bəraət qazandıranlardır. Bu bir daha göstərir ki, bu proje böyük güclərin Orta Doğu projesinin tərkib hissəsidir. Orta Şərq dinsizləşdirilməsinin, Orta Şərqin bütövlükdə istismar edilməsinin, sərvətinin talanmasının, dininin aradan getməsinin, əxlaqının aradan getməsinin tərkib hissəsidir. Ona görə də bu günləri Qərbin köləsinə çevrilmiş media qurumları sevə-sevə bunun haqqında danışırlar. Çılpaqlaşmaq haqqında, dinsizləşmək haqqında, əxlaqsızlaşmaq haqqında danışırlar. Bilirlər ki, evdə namazla tərbiyə olunan, dinlə tərbiyə olunan, təqvalı böyüyən uşaqları sabah barlarda istismar edə bilməyəcəklər. Hotellərdə turistlərin qurbanına çevirə bilməyəcəklər. Onları əxlaqsız yuvaların oyuncağına çevirə bilməyəcəklər. Ona görə də bunun üzərinə gəlirlər, bunun üzərinə təkid eləyirlər. Və bu qanun qəbul olunmamış halda ki, uşaqların məscidlərə getməsinə qadağa qoyulmuşdu. Bundan sonra açıq-aşkar uşaqların dinlə məşğul olmasına, əqidə formalaşdırmağına məhdudiyyət qoyacaqlar və uşaqlar dinsizləşdiriləcək, camiyə dinsizləşdiriləcək, dinsiz bir cəmiyyəti isə kölə vəziyyətinə salmaq, müstəmləkə halına gətirmək, onları zəlil halına salmaq çox rahatdır. Bunu biz Ərəb ölkələrində görürük, bunu biz Afrikada görürük, bunu biz digər məkanlarda görmüş oluruq. Evlatlarımıza əqidəmizi aşılamalıyıq, dinimizin tərtib etdiyi əxlaqı öyrətməliyik ki, islamofobların qurbanına çevrilməsinlər. Vəssalamu aleykum və rəhmətullah.